Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə bəzi sosial platformalarda Instagram, TikTok, yaxud Snapından Meta, indiki adı Meta, yaxud bundan əvvəlki adı Facebook kimi sosial platformalara qədər bəzi gədə-güdələr əvvəl də formalaşdığı kimi indi də zamanla yenə formalaşır və bunların mənfi cəhətləri nələrdir? Baxırsan, bəzi boş-boş TikTok olsun, TikTok sosial platforması olsun, yəni yersiz yerə həmin TikTokda açıq canlılar və danışdığı boş söhbətlərdən də əlavə bəzi müəyyən, məsələn, indiki bəzi quotelar olsun, yəni hər hansı bir növ müsbətə doğru təlim keçən şəxslər deyək buna. İndi burada söhbət mənfi dırnaqarası təlimçilərdən gedir. Yaxud bəzi psixoloqlar olsun, bəzi mütəxəssislər olsun. Əslində bu bəzi hər hansı bir sahədən danışsa, bəzi mühəndis ola bilər, bəzi dizayner də ola bilər, hər bir adam ola bilər. Sadəcə indi məsələmiz burada təlim metaforizmi haqqında danışan insanların həyatlarını mülahizə edən şəxslərdən gedir. Baxırsan, bundan əvvəl çəkdiyimiz video çəkişlərdə boşanmış qadın məsələsi daha çox gündəmdə qalır. Eyni ilə o məsələyə gəlib çıxır. Burada yenə qız tutmaqdırsa, o bir məsələ var, deyirsən tutursansa, sənin anavı da tutun, bacını da tutun. Çünki sən başqasına belə gözlə yanaşdırsa, sənin də ailə o gözlə, pis gözlə yanaşan olacaq. Və nəticə etibarı ilə də bunu elə rəsmi qayda aparılır ki, qarşı tərəfdən elə bir diqqət göstərilir ki, sanki bu çox belə professional şəkildə, amma baxsan sən çobandan da çoban danışıq və qeyri-etikdən də o tərəf və bəzi qeyri-etiklər var, acı reallıqda, bəzi qeyri-etiklər var, səslənməməlidir kimi ifadələr səsləndirilir və bəzi başıboş kütlədə buna daha çox maraq göstərir. Niyə? Çünki sərf eləyən danışır axı. Mənasız və yersiz gündəmdə olan mövzular daha çox, belə deyək, qabarıq şəkildə özünü hal-hazırda biruzə verir və izləyici kütləsi daha çox toplanır. Çünki qılınc müsəlman bir məsələ var, deyib pisə daha çox tez qaçırlar. Çalışın hər zaman bu kimi boş gündəmdə olan mövzulardan uzaq olun. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir.